Ben isterdim bunları, bak bu Charles de Gaulle'du, Fransa'nın prezidenti. Bilirsiniz de bu Fransa'nın prezidenti Charles de Gaulle 60-cı illərdə Moskvaya gəlmişdi və Cəbrayıl Əhmədyanı axtarırdı. Əhmədiyyə Cəbrayıl Fransa milli qəhrəmanıdır, bilirsiniz də. Fransa uğrunda döyüşübdü. Fransanı xilas edildi qadınlarını və bugün fransızlar ki, bizə qarşı danışanda bunu xahiş edirəm deputatlardır, ümumiyyətlə siyasətçilərdir, həmişə bax bu şəkili qoysunlar, görün nə yazılıbdır. Ümumiyyətlə görün, mən qıssa deyim, Jukovun sözləri, Jukov, Baku olmasaydı, qələbə olmazdı, nə də Rusiya olardı. Nə də İsrail, nə də Yevrey xalqı olmazdı. Bilirsiniz ki, Hitler nə edirdi da. Rus xalqı ilə Yahudiləri məhv edirdi. Yəni Bakı olmasaydı, budur. Charles de Gaulle deməli deyib ki, Bakı xilas edibdi Avropanı. Bakının yanacağı, Bakı xalqı, Azərbaycan xalqı xilas edibdi. Görün, yəni bunu belənkə danışın. Bunlar Avropalıların gözünə soxun. Avropanın deputatları var ha, ki danışırlar, Azərbaycanı söyürlər, Azərbaycanı aşağılayırlar. Bu Charles de Gaulle'u soxun gözünə. Avropanın deputatları, bilirsiniz, qabağında Smirna bəziləri durubdu. O 2003-də, 4-də, 5-də belənkə bir deputatlar olubdu, deputatların köməkçiləri, Avropa ziyalıları. Mən onlara hayf yox idi, onları göstərəm ki, bizim siyasətçilər, deputatlar danışanda, qardaş, onları bilin də, bəzi şeylər var üzlərinə, hamamı tikmişik ki, adam olasınız. Ay Avropa, iylənir, parik geyinən Avropalı, üzünü, əlini yumayan, arxasını yumayanlar iylənmiş, illərlə illər. Türklər hamam tikir. Tikir ki, adam olun. Duxi icad edirdilər fransızlar. Bilirsiniz, duxi nədir? Ətir icad edib, ətir vurmuşlar ki, iylənməsinlər. Türklər xilas edibdir. Türk o qədər dünyaya xeyir verib ki, bugün Türkü aşağılayırlar, Azərbaycanı aşağılayırlar. Ona görə mən çox onları otuzdurmuşam yerinə, inciməyim də. Çalışın, Azərbaycanın hər bir fəhləsinə də, hər bir ziyalısına da, hər bir idmançısı da, aktyoru da, müğənnisi də, fəhləsi də, armud satanı da, alma satanı da, mən özüm də alma, armud satmışam, ancaq armud satan olmamışam. Yəni mən ticarətlə məşğul olmuşam və mənim qabağımda alimlər, o xaricdə bəzi Rus alimləri fikirləşirdilər ki, mən bundan necə danışım. Bilirsiniz nə var? Yəni nə harda istəyirsən işlə, hər şeyi bil, hər şeyi öyrən və qalib gəl. Və hamını otuzdura bilərsən yerinə. Onlar kimdirlər? Onlar bizim hesabımızda. Biz dünyaya görün, hamısı etiraf edir. Latin alfabetini də Türklər deməli icad edirdi. Yəni o qədər şeylər açıqlayırlar ki, bax qardaş, bu bir dənə bəsdir. Bu gör nə deyir, bizi xilas edib Bakı xilas edib. Charles de Gaulle prezident. Buna həmişə fransızların üzünə, Avropalıların üzlərinə vurur. Bax bu qədər, yəni onu bilin. Burada nə var? Deməli bu türklərdir. Görün ermənilər nə qoyur? Bu çiqanlar, bu çiqanlara baxın. Görün, ruslar qoyur. Армяне, цыгане, есть в их что-то кавказское. Armянские цыгане изгнаны из Индии. Hindistandan qovulan erməni hay
Qaraçıları. Görürsünüz, hay qaraçıları Hindistandan qovulur. Bu millət gəlib görürsünüz, oturub İrəvanda bizə ora bizimdir, bura bizimdir. İndi də qaraçıl da elə deməlidir. Və o qaraçılar bugün görün, deyir ki, bizim uşaqları, erməni uşaqlarını türkləşdiriblər, İslamı qəbul elətdiriblər. Görün, nə qədər yalan şey var, yəni bunu qoyurlar. Türkün nəyinə lazımdır bunu? Sizi axır bu türkləşdirə axır. Siz qaraçıları niyə türkləşdirməlidir? Özləri qəbul edib, özləri, hər şeyi özləri gəlib, yalvarıb, iş veriblər. Nə bilim, bugün deyirlər ki, deməli, görün nə deyir? Deyir, baxırsınız, Armeniya создали azərbaycanski gerb, nə bilim, azərbaycanski gimn написали, nə bilim, Türkün yazısını yazıblar. Ay kişi, bu ümumiyyətlə, ermənilər malaçı da. Современно турецкий алфавит и герб азербайджанцы создали Армяне. Молодцы. Армяне, вы еще забыли сказать, Ататюрку еще, вы трусы шили красивые, там, не знаю, носки шили, одевали. Почему это не говорите, тут говорите, мы строили там что-то. Atatürk'ün tumanlı naskisini tikiblər, giydiriblər. Ona heç demirlər. Elə deyirlər ki, gerbini, ya qardaşlar, gerbini sonra da şişdir. Gəl otur burada. Hatta biz dünyaya nələr eləmişik, danışmırıq. Danışanda da deyir, Azərbaycanlar niyə elə hər şey özlərinə çıxır. Bunlar özlərinə çıxanda heç kəs demir ki, niyə özünüzə çıxırsınız? Axı biz çıxmırıq, biz həqiqətdən hər şey eləmişik. Yəni Türk torpağında yaşayırsınız, bu kifayət deyil. Ay kişi, bu boyda dünya deyir ki, İrana bu farsları gətirmişik türklərə qarşı. Erməniləri gətirdik ki, İrəvana türklərə qarşı. Rusiya gətirdik bu milləti türklərə qarşı. Rus torpağı yoxdur, Türk torpağı. Yəni bunu bütün Vatikan da deyir, dünya da deyir. Mən bilmirəm, nə deməlidirlər. Bunlar deyir ki, biz gerb, nə Azərbaycanın gerbi. Ay kül başınıza sizin, görünənə. Bunlar dünyanın bəlkə ən mundar işləri ilə məşğul. Gedib tualetdə adını yazır. Tualetdə çirki ilə, barmağı ilə yazır, Zezbuxaçik. Bunu demir, amma deyir Gebsad. Siz. İndi burada bizim bax bu qardaşlarımız, hanılar bunlar? Bizim bu hələ baxaq. Hansını cavab verir, ay kişi? Bunlar doğrudan qoymurlar da qardaş, mən nəyə görə gələm bunlara cavab verəm də, amma eləməliyəm də indi. Neyim, bunlar eləməsəm də olmur da indi. Bir şey kimi, hələ görün, bizim oturub yenə bu nə yaradır? Talışstan və Ləzgistan qrupu qururam. Qardaş, bu nə söhbətdir? Bax, bu Talışstan, Ləzgistan qrupu qururam. Nə deməkdir? Qardaş, axır Azərbaycana niyə axıra qoymuşsunuz, yaşasınlar bunlar? Burada gedirsən, bütün dünyaya orada oturub deyirlər ki, bizim kitabımız yoxdur, dəftərimiz yoxdur, dilimiz yoxdur. Qardaş, bu axır, bu elə şeydən danışırsan ki, sən deməli 40 millət var. Deməli, Azərbaycanda hər millətə deməli, nə bilim, məktəb açsalar, institut açsalar, bu dövlət dağıla bilər də. İndi bu axır başqa Azərbaycan dövlətidir, Türk dövlətidir də. Bunu axı niyə dağıdırsınız? Dili də danışırsan, adət-ənənən durur, nə bilim. Qardaş, hər imkan verilib də yaşa da. Burada axı, niyə axır sən deyirsən ki, cəmaata eşitdirirsən ki, biz gələk dövlət
yaradaq, dövlət quraq Azərbaycanın içində niyə qurursan? Qardaş, deməli kim gəlib burada yaşayır, ona dövlət yaratmalıyıq. Mən gəlib Fransada yaşayıb indi və Fransada dövlət yaradacağam. Erməni 1 milyon yaşayırdı Amerikada. Dövlət ona verirlər. Fransada yarım milyon ermənidir. Orada dövlət verirlər, yaradırlar Fransada. Fransızlardan yaxşı yaşayır da erməni. Burada da Ləzgidə, Talışda, Kürddə hamı yaşayır. Siz deyirsiniz Kürdistan orada olacaqdı. Nə bilim bu Ləzgistan olsa bunu dağıtmaqla çox pis düşüncədir. Yəni kiməsə arxalanırsınız, Amerikaya, Fransaya, Rusya, ora bura arxalanırsınız. Qardaş, bu arxalanmaq bilirsiniz nə deməkdir? Arxalanırsan ha. Ondan sonra bilirsiniz nə olursunuz? Qul olursunuz da. Kim kiməsə arxalanır, axırı qul olur. Sizin xəbəriniz yoxdur dünyada. Ada yenə də deyirəm, Türklə fəxr eləyin, sevin. Yəni Türk olmasa, bax bütün millətləri ayaqlayıb keçəcəklər Qafqazda. Kimə lazımdır? Amerikaya, Fransaya, Rusiya lazımdır, Ləzgidir, Talışdı, odur, budur. İndi Türkü məhv eləmək üçün sizə deyir, bəli, sizin dövlətdir, dövlətiniz olmalıdır. Türk varsa bu problem olacaq, sizi qoymayacaq yaşasın. Ona görə Türkdən əl çəkməyin, Türkdən oturun durun. Türk varsa hamı var, Türk yoxsa heç kəs olmayacaq. Hamı qul yoxa qul olsanız şükür.